Hər vaxtınız xeyir olsun. Deməli, Dəhanət 4-cü sinif riyaziyyat kitabından mövzu 9 köhnə nəşrlərdə, yeni nəşrlərdə isə mövzu 8-dən bəzi məsələlərin və misalların izahını vermək istəyirəm. Hansı ki, bunu şagirdimiz səhv cavablandırıb. Səhv cavablandırdığı sualların izahını belə paylaşıram. İlk növbədə 3-cü sualı səhv cavablandırıb. Rəqəmləri cəmi 8 olan, rəqəmləri müxtəlif ən böyük 4 rəqəmli ədədin 7 misli, rəqəmləri müxtəlif ən böyük 6 rəqəmli ədəddən neçə vahid kiçikdir? İlk növbədə biz rəqəmləri cəmi 8 olan, rəqəmləri müxtəlif ən böyük 4 rəqəmli ədəd dediyi üçün 4 dənə xətt qoydum. Mən ən böyük 4 rəqəmli ədədi düzəltmək istəyirəmsə, normalda 9 rəqəmi ilə başlayaram. Amma burada şərt var. Rəqəmləri cəmi 8 olmalıdır. O zaman nə 9 ilə başlaya bilirəm, nə 8 ilə başlaya bilirəm. Çünki rəqəmlər də müxtəlif olmalı. 8 qoysam, qalan hamısına gərək 3 sıfırlar düzüm, düz gəlməyəcək. 7 qoysam, məsələn, sonraki yerə 1 qoyacam. Daha sonra yenə 2 dənə 0 düşür. 6-nı yoxlasaq, yenə eyni şey. Yəni qalır əlimizdə bir versiya 5 ilə başlamaq. 5 ən böyük dediyi üçün ikinci yerə 2, 1 və sıfırlar düzdüm. Deyir bunun 7 misli, deməli 5210-u 7 misli. Misli nə deməkdir? Vurmaq deməkdir. Vururuq 7-yə. Alınır bizdə 36470. Bunun 7 misli ilə tapdıq 7 mislini. Rəqəmləri müxtəlif ən böyük 6 rəqəmli ədəddən 7 misli bir rəqəmləri müxtəlif ən böyük 6 rəqəmli ədəddən neçə vahid kiçikdir? Ən böyük 6 rəqəmli ədəd düzəltmək üçün 6 xətt qoyuram. Rəqəmləri müxtəlif dediyi üçün, yəni birinci yerə 9 qoysam da, digərlərinə 9 düzə bilmirəm. Rəqəmləri müxtəlif deyir çünki. 9, 8, 7, 6, 5, 4. Deməli, nə etməliyəm? Rəqəmləri müxtəlif ən böyük 6 rəqəmli ədəddən 36470-i çıxacam. 987654-dən 36470-i çıxırıq. Qalır bizdə 951184. Bu 3-cü sualın cavabı. 6-cı sualda daha sonra səhvi çıxıb. Rəqəmləri müxtəlif ən kiçik 4 rəqəmli ədəd ilə onun onluq mərtəbəsindəki vahidlərin sayının hasilini tapın istəyir. Rəqəmləri müxtəlif ən kiçik 4 rəqəmli ədəd düzəltmək üçün 4 dənə xətt qoyuram. Ən kiçik ədədi düzəltməyimi istəyirsə 1 ilə başlayarım. Yəni normalda 0 rəqəmi qoymaq istəyərdik də 0 ilə bir ədəd başlamadığı üçün məcbur 1 ilə başlayırıq. Amma sonraki yerə 0 qoya bilərəm. Daha sonra 2, daha sonra 3. Ən kiçik 4 rəqəmli ədədi düzəltdim mi? Düzəltdim. İndi bizə deyir ki, bunun onluq mərtəbəsindəki vahidlərin sayı. Ümumiyyətlə, sual əgər bu şəkildə verilibsə, mərtəbəsindəki. Mərtəbə sözünə də, dakı, dəki, yəni yerli hal şəkilcisi, dakı, dəki, bunlar bitişibsə, demək biz bu sualın cavabında gedirik adı çəkilən mərtəbəyə və orada hansı rəqəm dayanıbsa, onluq mərtəbəsi deyir də, düzdürmü? Getdik həmin mərtəbəyə, həmin yerdə hansı rəqəm durubsa, onu götürürük, yəni 2-ni. İndi bu ədədlə deyir, onluq mərtəbəsindəki vahidlərin sayının, yəni 2-nin hasilini tap. Bu da neçə edəcək bizdə? Deməli, 1023-ü vururuq 2-yə, 2046. 6-cı sualın cavabı 2046-dır. Daha sonra 12-ci sualda səhvi var. Bizə məsələdə deyir ki, birinci boru tutumu 20 ml olan hovuzdan saatda 2400 litr. İkinci boru isə saatda 1600 litr su boşaldır. Deməli, boruların hər ikisi biz oxuduq, başa düşdük ki, hər ikisi də boşaldır. Bəzən hovuz məsələlərində, məsələn, belə olur. Deyir ki, birincisi doldurur, ikincisi boşaldır. Amma burada hər ikisi də boşaldır. Və ikisi birlikdə işləsələr, 3 saatdan sonra hovuzda nə qədər su qalar? Əvvəlcə biz müzal olaraq, yəni başa düşək deyə məsələni bir hovuz çəkək, məsələn. Bunun içərisi 20 min litr su ilə doludur. Tutumu nə qədərdir? 20 min litr. Yazaq burada 20 min litr. Və deyir borulardan biri, deməli, birinci boru
2400 litr saatda su boşaldır. Boşaldır 2400 litr. Ya da belə edək. Əvvəlcə silək, yəni boşaltdığı hissəni biz silək. 2400 litr boşaltdı 1 saat ərzində bu. Bu qədəri boşaldı bizim borunun, hovuzun daha doğrusu. Sonra ikinci boruda gəlir 1 saat ərzində 1600 litr su boşaldır. Bu da gəldi boşaltdı. Nə qədər boşaltdı? Bu 1600 litr boşaltdı. İkisi bir yerdə 1 saatda onda nə qədər su boşaltdılar? Əvvəlcə bunu tapırıq. Yəni hər ikisi də boşaldırsa biz toplamalıyıq. Deməli 4050 litr su boşaldı burada. Düzdürmü? Və bizə deyir ki, əgər bunlar 3 saat işləsələr, 3 saat işləsələr, 1 saatda 4050 litr su boşaldır axı ikisi bir yerdə. Bunlar 3 saat işləsələr, bunun 3 qatı olmalıdır da. 4050-ni vururuq 3-ə. Yəni 3 saat sonra buradan 12150 litr su boşalmış olacaq. Yəni nə qədərisə boşalacaq. 12150 litr su boşalacaq və bizdən yerdə qalan, yəni hovuzda nə qədər su qalacaq o zaman? Bunu tapmaq üçün nə edək? Əvvəlcə hovuzumuzda nə qədər su var idi? Hovuzun tutumu nə qədərdir? 20.000-dir. 12150 litr boşaldı. Nə qədər qaldı? Deməli çıxaq. Qaldı 7850 litr su. Əssalam. Daha sonra 12-ci suala baxdıq, 19-cu suala baxaq. Bu sual sadə sualdır əslində. Anar qiyməti 4 manat olan 15 albom, qiyməti 3 manat olan 18 qələm olarsa cəmi neçə manat pul verər? Deməli, bir albomun qiyməti oxuyanda başa düşdük ki 4 manatdır. Əgər 15 albom alarsa, hərəsi də 4 manatdan nə etməliyik? 15-i vurarıq 4-ə, taparıq ki 60 manat pulu çıxır. Və bir qiyməti 3 manat olan 18 qələm alarsa, demək bir qələmin qiyməti başa düşdük ki 3 manatdır. Bu gəlir 18 dənə qələm alır. Hərəsinin qiyməti 3 manatdan 18 vur 3, 54 manatı çıxır. Və həm qələmə, həm də alboma nə qədər pulu çıxır cəmi? 60 manat üstə gəl 54 manat, 114 manat pulu çıxır.